Əziz dəyərli izləyicilər, bu günlər Əyyam-ı Fatimiyyə günləridir. Bu günlər münasibəti ilə başda İmam Zaman ağamız olmaqla bütün müsəlmanlara başsağlığı verirəm. Bu günlərdə bildiyimiz kimi Həzrəti Fatimiyyə Zəhra salamullah əleyha şəhadətə çatıbdır. Həzrəti Fatimə salamullah əleyha haqqında danışmaq çox çətindir. Dillər onu vəsf eləməkdə acizdir. Həzrəti Fatimə salamullah əleyhanın ömrü çox qısa olub. 18 il yaşayıbdır. Amma onun haqqında kitablar yazılıbdır. O qədər ömrü izzətli, dəyərli, bərəkətli keçibdir ki, onun haqqında kitaba yazdıqca bitmir. O qədər ömrünü bərəkətli keçiribdir. Həzrəti Fatimə Zəhra salamullah əleyha həm izzətli, həm iffətli, həm ədəbli, əxlaqlı bir şəxsiyyət idi.